Üslü funksiya, səbr eləsən, həyat bir anda dəyişəcək. Üslü funksiyanın ən möhtəşəm tərəfi ondan ibarətdir ki, əvvəl yavaş artır. Sizə A1-dən böyük olanda birinci, ikinci rüblərdən keçir üslü funksiyanın qrafiki. Bir nöqtəsinə qədər yavaş artır, birdən sonra isə sürətli artmağa başlayır. Parabolik artım deyilir. Yəni o bir nöqtəsinə çatana qədər sanki heç nə dəyişmir. Çox az sürətlə, çox yavaş irəliləyir. Qrafik elə bil ki, yerində sayır. Çalışırsan, amma nəticə çox az əldə edirsən. Sonra bir an gəlir, həmin o bir nöqtəsindən sonra qrafik sürətli şəkildə artmağa başlayır. Bu, riyaziyyatın möcüzəsidir əslində. Həyat da üstü funksiya kimi işləyir. Başladığın ilk günlər nəticə olmur və ya çox az olur. Və bu çox təbii və normaldır, həyatın qanuna uyğunluğudur. Sənin işin səbr eləmək və davam eləməkdir. Çünki sənin zəhmətin bir gün mütləq üstlü şəkildə, qatlanaraq, sürətli şəkildə sənə geri dönüş edəcək. Sən yalnız o günə qədər dayanmamalısan, davamlı şəkildə çalışmalısan. Unutmayın, qızıl qayda davamlılıqdır.